Selam. Bugün istəyirik Pride'ın lentini dəyişməsin, amuziş verək. Mərhələyə əvvəldə yağın qapağını açacağıq. Tüm pompular fişər verəndə ehtimalən yağ sərgiz olar. Pompular yığanda. Mərhələyə doğru təyə açacağıq. Həmin hamısını alacaq tərəfə pişkuşki ilə pompuları yığacaq. Pomp kamilən gələcək içəriyə. Xarra azad edəcək. Üstdən çıxardacaq. Kimdən çıxardacaq ondan sonra? Lentləri yenidən çıxardacaq. Xar düşəcək aşağıya. Lent qutaranda o səs elə yox, həmin xardır. Ondan sonra birisi əlavə fəna salacaq, sonra pimi salaq. Hər an təqiyə salmasın bir dəqiqə oldu. Bu qismət düşəcək aşağıya. Pim salınacaq. Ondan sonra aşağı pimdə fənar yoxdur. Ödəndə fənar salınacaq ki. Ondan sonra vuracaq pimlə suraqlar gəlsin üstə. Bu birisi pimin azdan açacaq, rahat geçsin yerlərini. Fənanın qabaq tərəfindən salınacaq. Ondan sonra pim salınandan sonra bula millə vururuq ki, o fənar orada yerində çift olsun və çıxmasın. Ondan sonra üst fənar salacaq ki, lentlər tormuzdan sonra qeytərsin yerinə. O fənarın da işi qeytərməkdir. Ondan sonra da təyə bağlayacaq, üstünə bağlı təşəkkür.